Ərbəin sırf əzadarlıq məclisi deyil, sırf əzadarlıq ziyarəti deyil, tədbiri deyil. Ərbəində əzadarlıq var, amma əzadarlıqdan ibarət deyil. Ərbəin yeni dünyanın təqdimatıdır. Ərbəin yeni bir mədəniyyətin doğulmasıdır. Ərbəin eşq ətrini dünyaya yayır. Müasir dünyada möcüzədir Ərbəin. 5 adamı, 10 adamı bir yerə yığıb ünsiyyət qura bilmirsən, birinə deyə bilmirsən, yaxındakına bir yaxşılıq elə bir salam ver, qonşu qonşuya salam verməyən bir dövrdə milyonlarla insan bir-birinin başına pərvanə kimi dolanır indi Nəcəf Kərbəla yolunda. Canını verməyə hazırdır, yalvar yaxar bir tikə yemək yedizdirir, evində qonaq saxlayır, ağlaya-ağlaya yalvarır ki, gəl mənim çörəyimdən ye. Yorulan adamların ayağından öpür, ayağının tozunu təmizləyir, gözünün üstünə qoyur. Bu günün bugünündə milyonlarla insan bunu nümayiş etdirir dünyaya. Hüseyn vasitəsilə eşqini Allah aşkar eləyib.